Qara gözlü. Seminara qatılmaq üçün Tehrana zəng açıram. Kərimi adlı xanım götürür. Bu ad posterdə yazılıb demək. 5 il bundan qabaqki yaşıl gözlü qız yoldaşım olarmı görən? O Tehranda deyil, Ərdəbildə yaşayırdı. O qədər də özünü yuxarı tutan idi ki, morundan gedib birinə monşizad olmazdı. Telefon neçə seri zəng çalandan sonra cavablanır. İncə səslə danışır. Seminarın nə sayaqda və harda qurulacağını soruşub, adres və saatını bilmək istəyirəm. Hesablarına töküləcək 200 minə təkid edir. Farsını o qədər yumuşaq və axıcı danışır ki, 5 il bundan qabaqki yoldaşımın səsinə bənzədə bilmirəm. Səsi rəngi getmiş qara şalvarım kimidir. Boza çalır. Hesab şumarəsini istəyirəm. Yəqin ki, bacədə vursam adını gətirəcək. Dediyim 5 il bundan qabaqki qız yoldaşımın adı Röya idi. İşvə ilə nömrələri deməyə başlayır. 61 0 4 4 hərfini ləhcəsiz deməyə çalışır. Bir cür ki, nə ç hərfinə, nə də çiyə bənzəməsin. Röya da 5 il bundan qabaq farsça danışmağa can atırdı. S və Ç hərfini başqa formda deyəndə ətim tökülsə də bu işə israr edirdi. Hesab şumarəsinin hər dördünü dedikcə, ahan, deyirdim ki, nömrələri yazmaq halında olmağımı ilqa etmiş olam. Əlbəttə ki, seminara da getmək istəyirdim, halbuki müftə olsaydı gedəcəkdim. Əvvəldən müftəçi idim. Bunu da yaxşı bilsəm də ki, müftə şey yalnız sıçan tələsində tapılır, yenə müftə ələ keçirməyin başqa dadı var sanırdım. Röya qıtmırlığım üstə məndən ayrılsa da, indi bəlkə bu an kimlə danışdığını bilmir. Bəlkə də bilir, bəlkə də röya deyil heç. Tozihlə danışığını o qədər uzadır ki, pul tökmək üçün məni razı etsin. Demək, danışığın arxa planında 2 ortaq hədəf var. İkimiz də qopartmağa çalışırıq. O pul, mən isə adını. Bunu da bilmir ki, danışdığı adam müftəçi birisidir. Kart kimin adınadır? Soruşuram. Yumuşaq səslə. Pinar Xərəğozlu deyir. Səsi sarıya çalır. Biraz da narinciyə. Yataq otağımdakı balışın narinci hərir parçasının lətafətindədir bu an. Qulağıma dağılır. میشه پول رو به حساب خودتون واریز کنم؟ شما حساب کنین؟ نه، به حسابی که گفتم. Qaragözlünü yumuşaq və dəyişmiş formda deyəndə hesab yəsinin qaragözlü olmasını düşünürəm. Q hərfini Q kimi də demir, qıq kimi. Əlifbadan eşikdə düzəlmiş səs qəhvəyə çalır qulağımda. Tehranlıların əlifbadan eşik hərflərlə danışmasını gülünc bir iş sansam da, onlar buna çox fəxr edir. Bu cür ifadəni üstünlük sayanların baxışından dillərindəki ən böyük fəxr də bəlkə yalnız budur. Röya da bu sayaq ifadə etməyə çalışırdı o zaman. Qara gözlü bir pinarın hesabına pul tökəcəyimi düşünürəm. Azərbaycan dağlarındakı maraldan, yoxsa hansısa dərədə coşan bulaqdan ilham alınmış bir ad. Bəlkə də Tehranlı bir ailə olduğunda anlamını bilmədən seçmişlər. Hər halda yanlışdır düşünürəm. یادداشت فرمودید؟ بله، ولی اسمی که میگین درستش قارا جزلو هستش. بله؟ قارا جزلو. آقا، شما حالتون خوبه؟ Səs qırmızıya çalır. Biraz otağımın pərdələrində çırpınan yalnızlığa, biraz da ayna qabağındakı otkolon qabının üstündəki qırmızı ürəyə bənzəyir. Varam, yaşa, deyirəm. Türkçə deyirəm. Türkçə deməyə etiraz etmir. Bəlkə də röyadır.
میشه یه سوال بپرسم؟ بله بفرمایید. Səsi bu an ilk gün tanışdığımızda aldığım bədəl Firuzəyi boyada ki, üzüyə bənzəyir. Gözləri nə rəngdir xanım? Sualını bilmirəm ki, necə soruşam. Ağa, başamam, sedam miyad? Səsi göy qurşağı kimi alabula qulağıma sərilsə də, xanım, میشه یه سوال خصوصی soruşmaq کنم? Rüya ilə də qabaqlar yarı türkcə, yarı farsça danışırdım. Etiraz etmirdi, bu da etiraz etmir. Mişə deyirəm. Bəlini uca səslə deyir. Biraz uca, biraz da şaşmış kimi. Səs qaraya çalır. Biraz qurşağıma sarıldığım kəmər rəngində, biraz da axşamlar yuxu gözlərimə dolmayan otağımın qaranlığına.